Şəxsi tikili, belə bir gözəl, güllü çiçəkli həyəti olan, təxminən 2 sot torpaq sahəsində 3 otaqlı həyət evi təqdim edirəm sizlərə. Evimizin həyətinə rahatlıqla 2-3 avtomobil daxil olur. Belə bir gözəl giriş hissəsi var. Darvaza girişidir. Buradan belə bir geniş həyət. Rahatlıqla stul qoy, otur, həyətində istirahət elə. Xırdalan şəhərində yerləşir. Prospekt yola təxminən 300 metrlik məsafədə. Yerdən kürsülüdür. Həyət hissəsidir. Evin kənarlarına da keçmək mümkündür. Yəni tam dövr eləmək mümkündür. Evi görürsüz. Qeyd etdiyim kimi şəxsi tikilidir. Şəxsi özü üçün tikilə ev çox təsadüf hallarda satışa çıxır. Burada sanuzel qovşağıdır. Bir daha baxırıq həyət hissəsinə. Belə bir gözəl, geniş, bağlı, bağçalı həyət evimiz. Yerdən də kürsülüdür. Sənəd kupçadır. İndi isə daxil oluq evimizin içəri hissəsindən təqdimata davam edək. Olarkən bizi qarşılayır belə bir qonaq otağı. Geniş ölçüdə qeyd etdiyim kimi köhnə tikili, dədə-baba proyekti, ilk olaraq girən kimi qonaq otağı, qoşadaşla tikilib, əla keyfiyyətli tikilidir. Hətta deyərəm ki, bu tikilinin üzərində bir mərtəbə də artırmaq mümkündür rahatlıqla. Sağda mətbəxdir. Gördüyümüz 2 qapılar yataq otaqlarıdır. Buradan daxil oluq yataq otağına. Pəncərəsinin qarşısı açıqdır və pəncərə kənarlarından gördüyümüz kimi qoşa daşdır. İstilik sistemi kombi sistemdir. Tanış olduq bir yataq otağı ilə. Davam edirik çəkilişimizə digər yataq otağından. Burada yerləşir növbəti yataq otağımız. Bu otağımız da geniş ölçüdədir. Görürsünüz belə bir şəkildə. Buradan da pəncərə kənarını gördüyümüz kimi 4 bir tərəf qoşa daş. Şəxsi tikili, əla keyfiyyətli bir həyət evi təqdim etdim sizlərə. Və sonda sizə təqdim edirəm evimizin mətbəxini. Sənəd kupçadır. Prospekt yola yaxın 8 nömrəli məktəbin tam yaxınlığında. Yerləşir evimizin mətbəx hissəsi. Belə bir mətbəxdir. Stol da rahatlıqla qoymaq mümkündür. Mətbəxin də pəncərəsi öz həyətinə baxır. Kombisi quraşdırılıb burada. Mətbəxin yeri metlaqdır. Dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz.